Salam əziz dostlar, bugün sizə təqdim etmək istədiyim 55 yaşında bu gözəl Göyçək xanım 2024-cü ildə sentyabr ayında onkologiya ilə tanış oldu və onkoloji patologiyanın yer aldığı orqanımız mədə idi. Biz dəfələrlə videolarımızda bu haqqda qeyd edirik. Özəlliklə epigastral nahiyədə, mədə nahiyədə ağrıya, tez doyma hissiyatına, iştahsızlığa, qan azlığına, çəki itkisinə diqqət olun. Bütün bu əlamətlər üst-üstə toplandığı halda mütləq bir müayinə üçün, mədə-bağırsaq müayinəsi üçün gastroenteroloqa, terapevtə müraciət edin. Bizim xəstəmiz bizə artıq təcili göstərişlə cərrahi əməliyyat olandan sonra gəlmişdi və patoloji olaraq T4N2 kimi bir histoloji cavab var idi əlimizdə. Bu cavabı gördüyümüz bütün hallarda biz xəstənin erkən müraciət etmədiyini anlayırıq və prosesin ən azından geri təkrarlanmasını önləmək üçün qoruyucu məqsədlə adyuvant dediyimiz kimyoterapiya planlayırıq. Bu xəstə üçün də 6 aylıq kimyəvi dərman müalicəsi planladıq. Proseduru rahat keçirsin deyə əməliyyat olub çıxarılmış mədədə tablet qəbulu çətin olar deyə xəstəmizə port kateter taxdıq və bütün dərmanlar infuziya şəklində icra edildi. Artıq bugün 12-ci doza Folfox-la olan protokolumuzu alırıq. Bugün xəstə çox sevinir, mutludur ki, məndən canı qurtarır, dərmanlardan canı qurtarır. Həqiqətən siz çox vaxtında erkən müraciət edərək bu qədər uzun yol keçməyə bilərsiniz. Yetər ki, vaxtında xəstəliyinizi bilin, yetər ki, vaxtında həkimə müraciət edin. Bu xəstəmiz üçün isə bol şans arzuluyuram. Növbəti, təmiz, kontrol müayinələrdə görüşmək ümidi ilə çalışın, sağlamlığınızı qoruyun. Xəstələndiyiniz bütün halda həkiminizə güvənin.